Allahdan sabitçilik istəmək. Daima Allaha yalvarmaq ki, ya Rəbbim, məni öz dinin üzərində sabit et. Məni haqq yolundan azdırma. Və gündəlik olaraq, mütləq şəkildə gündəlik olaraq hər bir müsəlman bu duanı etməlidir. Necə ki, Allah Rəsulü sallallahu aleyhi və səlləm bu duanı çox eləyərdir. Və zövcələri Allah Rəsulü sallallahu aleyhi və səlləmdən rivayət edir ki, Peyğəmbərimiz sallallahu aleyhi və səlləmin ən çox etdiyi dualardan biri də Allahumma ya muqallibəl qulub, səbbit qalbi alə dinik. Ey qəlbləri çevirən Allahım, qəlbimi dinin üzərində sabit et. Allahumma ya musarrifəl qulub, sarrif qalbi alə taatik. Ey qəlbləri yönləndirən, çevirən Allahım, qəlbimi itaətinə doğru yönət. Baxın, Allah Rəsulü sallallahu aleyhi və səlləmin ən çox etdiyi dua. Baxmayaraq ki, Allah Rəsulü Muhammed sallallahu aleyhi və səlləm ümmətin ən fəzilətlisi idi, Allahın dostu, xəlili idi, Allah Rəsulü idi. Və Allah-u Teala onun keçmiş və gələcək günahlarını bağışlamışdır. Buna rəğmən nədir? Allahdan sabitçilik istəyirdi. Əgər Allah Rəsulü sallallahu aleyhi və səlləm bunu eləyirsə, o zaman bizim halımız necə? Biz daha layiqik ki, bu duanı daha çox eləyək.